Hər biriniz kanalıma xoş gəlmişsiniz. Videoları sona qədər izləməyi, bəyənməyi unutmayın. Hər birinizdən dəstək mənim üçün çox önəmlidir. Bu günləri sizi özümlə mağazaya aparıram. Jizel mağazasıdır, Sumqayıtda yerləşir. Mən iş arası buralara tez-tez gəlirəm. Çünki həm baxmaq, həm də alış-veriş etmək ən çox sevdiyim işlərdən biridir demək olar. Burada biraz yaxından çəkməyə çalışıram ki, məhsullarla yaxından tanış olasınız. Bəzilərinin qiyməti düşür, bəzilərinin isə yox. Ümumiyyətlə sizin xoşunuza gəlirmi belə mağaza videoları, hansı ki orada qiymətlərdə görünsün. Əgər xoşunuza gəlirsə, rəydə mütləq yazın. Növbəti dəfə çalışaram daha çox çəkim. Bura mağaza balaca olduğu üçün çox da yaxından belə çəkmək olmur. Çünki mağazanın satıcıları, xanımlar yanımda olur bütün günü. Gəldim, işə çıxdım. Aldıqlarımı sizə göstərmək istəyirəm. Jizelə getmişdim və ondan da mağazalara getmişdim. Belə bir şutka aldım. Hansı ki bununla həm skrab istifadə eləmək olur. Yəni özünüzə skrab vurub bundan belə ölü dəriləri arındırmaq mümkündür. Həm də ki bu hissəsindən maska vurmaq. Məndə maska vurmaq üçün şotka yox idi. Belə o bir şotkadan vardı. Üzü tükürdüm. O çox narahat idi. Düşüb çıxırdı. Yəni bu qəşəngdir deyə düşünüyorum. Almışam 1 manat 40 qəpiyə. Sonra bir dənə belə əl üçün maska aldım. Əllərim fikir verim ki, selvi qırış görsəniz gözümə. Ona görə dedim bir dənə əl maskası alım. Heç olmasa həftədə bir dəfə də olsa yoxlayım. Bu yaxşı olsa yenə bunun alacağım. Olmasa başqa bir firmaya falan keçərəm. Bunun da qiyməti 1 manat 20 qəpik. Sonra üz üçün elə maskalar görmüşdüm. Əl üçün də bilirdim var. Prosta işlətməmişdim isə. Sonra belə bir dənə şey aldım. Nədir? Abadok aldım. 60 qəpiyə almışam. Bunu da aldım ki, saçımı və arxa eləmək üçün rahatdır da. Çox vaxt maska falan eləyəndə o götürəm o şey var ya, parçadan onu işlədirəm. O da yaxılır, hər yerinə əsəbləşirəm. Ona görə bunu aldım. Bu da 60 qəpiyə idi. Sonra qızlar, özümə xurma aldım. 1 manatlıq. Bu xurmalardan, qəşəngdir bu xurmalardan xoşum gəlir. Evdə xurma vardı, yadımdan çıxdı, gətirmədim. Sonra toğula 2 dənə ruçka almışam. Bu uşaq ruçka yeyir, ay bacı. Sizinkilər nə tərcih alır? Rəydə yazın görüm, sizinkilər də belədir. Bunu 60 qəpiyə almışam. Deyəsən, bunu 40 qəpiyə, yoxsa bunu 40 qəpiyə, bunu 30 qəpiyə. Saxır belə bir şey olmaydı. Hə, bunu 40-a, bunu 30-a. Mən uşaq vaxtı, yəni məktəbdə oxuyanda bu ruçkanı çox sevirdim. Həqiqətən də həm xəttim qəşəng düşürdü, həm də belə yağlı yazan ruçkada. Mən bundan bəlkə məktəbə qədər deyib uşaq, bəlkə bir 5 dənəsini sındırıb, burasını qırır. Sonra ruçka özündən getdi. Bir dənə də bundan aldım. Dedim əlinə yatsa bundan yazar. Çünki bu ruçka ilə barışmır da bu uşaq. Qopardır arxasını. Bunun arxası qopandan deyil. Deyirəm bəlkə bundan yaza bilər. Sonra 2 ədəd banan aldım. Toğula baxçaya qoyacağım. Bunu da ikisini 80 qəpik pul vermişəm. Bu isə mənim köhnə pişiyimin qablardı. Belə bir plastik qabı vardı. Bir dənə də belə dırnaq tutanı. Bunu mən iş yoldaşıma vermişdim. Onda pişiyi var idi. Mən qıza verdiyim üçün. İndi təzədən pişik aldığıma görə bunları gətirib mənə ki, Allah istifadə edərsin. Bir də qızlar, mən burada günləri işarələyirəm. Bilmirəm siz beləsiz yoxsa yox. Mən hər gün qutardıqca üstünə xətt çəkirəm. Çünki ümid edirəm ki, gələcək günlər daha gözəl gələcək. İşdən çıxanda gəldim mağazaya. Evə 1-2 ayna oyun alınmalıydı. Onları aldım və çıxdım evə. Xoş evə gəlib qızımı görə bildim. Mutalım, totalım, qızımdır, nazımdır, nasıl balamdır. Mutalımdır. Bu da sığal istəyir. Qızlar görürsünüz. Bu da qayğı istəyir. Bu da qayğı istəyir. Bu da qayğı istəyir. Mənim güzel qızım. Qəşəng qızım da qayğı istəyir. Mənə də əzizliyin. Mənim də nazımla oynayın. Siz nə vaxta qədər məni saymayasınız deyir. Bəs mən kim oynatsın deyir. Bu qız deyir, onu deyir. Mutanım deyir. Mutanım. Canımın içi. Yüzümün işığı. Mutalım. Totu haradadır? Totu hanı? Totu getdi dərsə. Totu getdi dərsə. Dərsə getdi, Totu gələcək. Mağazadan nə aldım? Çoç aldım. Bir də kartof aldım. Hər dəfə deyirəm o təzə çıxılı kartoflardan alacağım. Nasıl ki, ya mağazada yadımdan çıxır, ya da ki, getdiyim mağazada olmur. Bu günlər almarketdən almışam, yox idi. Bir də çoç aldım. Su pişirmək istəyirəm. Görək nə çıxardıram. Bu qız da öz ampulasındadır. Bu qız. Nasıl qız? Dağıtmaqla məşğuldur.
Gəlmişdim və yeməyimi bişirdim. Üstəlik su bişirirəm, düz supu. Qablarımı yumuşam. Bu xanımın yeməyinin biri qutuda qalıb elə burada. Bunları da götürüm atarım. Yemək bişsin, sonra qazın üstünü silməyə fikirləşirəm. Çirklənibdir biraz. Və çöldə qəşəng hava var. Oturub çöldə istirahət eləmək havasıdır. Bura bir dənə stol lazımdır. Bir də ki, bizim bu maqnitimiz görün qırıldı. Mənim bu hayasız pişiyim o qədər oyan birini qaçdı ki, mən bu pərdəni qaldıranda ilişdi ona, qırıldı. Bir də orada bir balaca yer var, görürsünüz. Bax, oranı da cırırdı, mən oraya skoç yapışdırmışam. Özü də buradadır. Liza, 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 ay pişik. Səndən də öyle olmaz. Gör baxır. Adına görə reaksiya verir, utanmaz. Gözlərini cönətə bərəldib durur. Neyse, buraları da yığışdırmışam qızlar. Bu güllərimi bu günləri yığıb yığışdıra bilsəydim canım dincələrdim. Plan birim, marojna almışam özümə. Daha doğrusu o günlər almışdıq, indi oturub yiyəcəm. Videomu, kapak fotoğrafını düzəldə yiyəcəm. Mən bişdi. İndi isə marojnamı yiyib qaçacam toğrulu götürməyə. Çünki saat ucu 8-dir. Götürmək vaxtıdır. Gəlində çörək almalıyam. Bu xanım bayaqdan özünü öldürür ki, mənə də marojna ver. Bəli, mən buna marojna verim, verməyim. İndi mənə rəydə yazın, görün. Bu qız xəstələnər mən buna marojna versəm, yoxsa yox. Mutalım. Özünü bayaqdan bir öldürür, gəl görəsən. Marojnanı qoyun bura, görün nə haqqa verəcəyini. Neysə, marojnaya get. Görsünüz. İyiləmək, hayasız. Olmaz. Dəcəm. Xəstələnəşən işin aşkım, ömrüm. Qız, telefonu belə qoymaq olurmuş. Mən də bir saatda zülüm çəkirəm, bacılar. Telefonun arxasında şey var. Powerbank sayıskaya görə arxaya sökəndə dururmuş. Yeni keşflər ediyoruz. Hədiyyələrimi açmamışam. Əslində hədiyyələrimi deyəndə bir dənə belə hədiyyə kimi hədiyyəm var. Qalan güllərdir çoxu. Bir də mamam gel hədiyyə üçün pul vermişlər. İndi gör buna hədiyyə almalıyam. Onu da hələ almamışam. İnşallah xərclənmiş, onda neysə alaram. Yaxşıdır. Yaxşı. Tapsika ilə gedib bu günləri hazırlığa. Çünki ayaqqabısı ayağını vurub. Hə, Toto? Bir ağlayırdı, gəlin görəs. Uşağımın ayaqqabısı ayağını vurub, incidir. Ortopedik ayaqqabı giyinir. 9'da qalır. 9 mərtəbəyə qədər bunlar evi var idi. Amma bizimki düz 12'ye gələn evdə. Lifdən danışır. 12'də qalsaydım, vış özümü tullayardım aşağı. Elə şey niyə deyirsən ona qurban? Elə şey olar, evet. Trambolin də altında qoyacaq da. Olmaz elə şey, Ondan olmaz. şu trambolin sizə düşədi. Hoppala. Olmaz, trambolin səni saxlamaz. Sən kuru qulu mən bilmirəm də, tapacam mən sən kuru qulu da ya. Şimdi evlidən yiyəm. Ay işte. Gel. Becerimi şahane bileyim. Ödüşümü şahane bileyim. Ne? Sen evde olsaydın gelip seni görüşecektim ama posta sen kaldın. Liza. Liza ne söz geçer? Geçəli? Böyüyübcü. Biraz boyayım. Oy. Totuş deyir, Liza böyüyübdü. Sembasına dönərəm. Bu bəy gəlibdi. Şalvarını niyə dəyişməyib bilmirəm. Doğru demədim, sən şalvarı da dəyiş bala. Bu da mənim bişirdiyim o gözəl sup. İçərisində hər şey var, amma ət yoxdur. Çünki ətimiz qutarıbdır. Yoldaşım ət almalıdır. Başı biraz novxanıya qarışıbdır. Üstəgəldə ki, bizdə torunun ətinin düşmənsiliyi var. Ona görə çox şey eləmədim. Ay balon qoy yerə, yemək yeyirik. Qızlar, bir neçə vaxt bundan əvvəl nane qurusu almışdım. Stəkanını 1 manat almışdım. Və qoxusu həqiqətən o qədər gözəldir ki, çox bəyəndim də yəni. Mən dırnaq ustamın yanına gedəndə orada bir qadın vardı, o satırdı bunu. Çox xoşuma gəldi, çox bəyəndim, çox like etdim.
Kızlar gələnmi, yanağından öpənmi? Hə, bacılar. Necə solmuşam, fikir verirsiniz, rəngim ruhum solmayıb. Gərək ümumiyyətlə özümə bakım yaptırayım, türklər demiş. Çünki həqiqətən də neysə baxıram, sonluqda rəngim ruhum yaxşı deyil. Banka qapalı tapamayacağıq indi. Tapdım. Bu banka baxlarını, bankaları hamısı büyüyə yığıram. Və belə bir dəfə açıb bağladığım qapaqlarda qoyuram qalır. Ki, məsələn, belə şeylər olanda ağzını bağlamaq üçün rahatdır. Bunu da qoyuram bura. Buranı bir dəfə sizlə bərabər düzənləmək lazımdır. Çox qarşılıqdır. Çaynikimiz qaynasaydı, bir stəkan çay çaydı torunla. Dincələ. Bu isə artıq növbəti günün iş günüdür. Yəni işdə olduğum gündə çəkdiyim qısa bir vloqdur. Mən mühasibatlığına məşğulam, bilirsiniz. Mühasibəm və anbarın mühasibiyəm. Yəni bütün müəssisələrin qaymələrini mən yazıram. Mal material qaymalarından söhbət gedir. Bura təsərrüfat, dəftərxana və digər avadanlıqlar hamısı daxildir. Bu isə Estel'dən aldığım qarnirin belə bir misillər suyudur. Məndə çoxdan da qurtarmışdı. Ona görə gecələr üzümü təmizləməyə belə ərinirdim. Qiyməti 6 manat 30 qəpik idi. Böyükləri isə 11 manat neçə qəpik. Bu 200 millidir. Yəni mənə uzun müddət bəs eləyəcək deyə düşünürəm. Çox ehtimal ki, təxmini bir ay falan siz hansı üz təmizləmə gelindən və yaxud da suyundan istifadə edirsiniz. Rəylərdə yazın, görək hansı yaxşıdır. İşdən çıxanda Fəxri marketə getdim. Ürəyim nəsə kolbasa istəyirdi. Ona görə kolbasa aldım. Burada video çəkirəm. Səs çox düşür. İndi inşallah ki, burada səs sakit olur. Çünki sakit bir məhəllədir. Evə gedirəm, işdən çıxmışam. Piyada gedirəm, çünki Torul fizioterapiyaya gedir deyə atası hər gün onu aparır. Mən də taksi ilə getməkdən uşaq cibimdə pul qalmayıbdı. Ona görə belə piyada gedirəm. Əslində piyada getməyi sevən biriyəm, yəni. Məşğələ vaxtı o qədər piyada gəzmişəm. Sumqayıtın bazar tərəfindən düz DTV var ya, o tərəflərə hazırlığa gedirdim, tarixə. Oraya qədər piyada gedirdim, yəni düşünün nə qədər böyük məsafədə gedirdik, qaydırdıq uşaqlarla. Yəni belə gəzirdik də. Yorulmurdum amma. Öyrəşmişdim. İndi yenə öyrəşmək istəyirəm. Qız mamasını qarşılayır. Ay Allah, bunu kim yesin? Liza, ay Liza. Liza aşkım. Gəldim, evə çıxdım qızlar. Yolumuz o qədər pisdir ki. Birbaşa trasdır da, böyle ilə geciksin, çox pisdir yəni. Bir dənə çörək almışam. Sonra özümə kalbasa aldım. Sizə inşallah. Böyle bir kalbasa almışam. Eti yağlıdan götürdüm. Nəsə ürəyim istədi. Bilmirəm, yaxşıdır, pisdir. Bir dənə də belə qofe almışam. Fəxri marketdə almışam. Bu da mənim qızımdır. Qızım. Haya şişkam mənim, haya şişkam. Mama şişimə bax, ömrüm. Qızım, üzümə bax. Xalalar, baxın buna, necə şirindir bu. Bu necə şirindir. Ağız bax görüm. Amışı. Liza, bax mamaya, Liza. Görsünüz necə şirindir. Axır ki, gəldim, evə çıxdım. Bugünkü geyimim də bu idi, qızlar. Yeni bir geyim hələ ki keçməmişəm. 2 gündür bunlar geyinirdim. Opşun, bu günlər həftənin sonunda axır ki, canım qutardı. İnşallah bu 2 günə evdə yığışdırım. Bir-iki işlərim də var, onları görüm. Görək nə edirik. İndi isə yemək istəyirəm. Çünki acımdan ölüyorum. İşdən bura piyada gəlmişəm. Gəlində ürəyim kalbasa istədi. Özümə kalbasa aldım. İndi dadına baxacaq, görək necədir. Məncə yaxşı olmalıdır. Üstünə də halal yazılıb. Ümid edirəm, deyildiyi kimi də halal olar. Bundan biraz kəsək, doğrayaq və bir dənə sözüm sizə qızlar. Mən neçə gündür Temudan məhsul almışam. Hələ ki videosunu paylaşmamışam. Çünki Temunun affiliate proqramı var. Ona qoşulmaq istəyirəm ki, oradan mənə qazanc gətirsin də videolarım. Amma hələ ki qoşula bilmirəm. Kimsə bilirsə rəydə bunun çarəsini yazsın, xahiş edirəm. Göstərsin mən necə eləyirəm. Mən zülüm çəkirəm, bildiyiniz. Neçə vaxtdır bundan bağlı mübarizədəyim. Neysə, kəsdim özümə yetdiyi qədər. Və belə bir dənə də yumuşaq çörək almışam.
Üstündən də kofe içəcəyim qızlar. Çünki bu qız əsl qaqaş yeməyə cazibdir. Bu yemək məni tutacaq, tutmayacaq bilmirəm. Amma hələlik bundandır. Neyse, yeyək, ondan sonra keçək digər işlərimizə. Yeməğimi yedim. İndi isə biraz kofe içmək zamanıdır. Çünki hələ dincəlirik. Qarışdırım bunu qəşəng. Stomu düzəltdim, dostlar. Stolumu da qoymuşam bura. İnşallah bura yeni stol alana qədər hələ ki buradadır. Və indi oturub dincələ. Bura inşallah yeni stol alanda ümid edirəm ki daha yaxından görünər. Çay deyirəm, kofemi içəcəm. Burada qonşumuz bilmirəm nə yeyiblər, töküblər. Yəni onlara sağ olsun deməyim gəlmir. Qonşularımız biraz pintoşdur. Bəzi qonşularımız təbii ki hamısına aid olmur. Yeyiblər, yuxarıdan aşağı töküblər və bu vəziyyətdədir. Yəni burada məni izləyirsə çox ayıb olsun sizə. Elədiyiniz hərəkətdən utanın. Heç yaxşı hərəkət eləmirsiniz. Kofemi içib oranı təmizləyəcəm. Sonra davam edəcəm işlərimə. Balaca pişiyimi də qırağa qoyduqdan sonra biraz təbiətin dadını çıxartmaq istədim. Biraz feyziyab oldum. Düzdür, külək sağ olsun imkan vermədi. Amma buradan saçlarıma baxıram. Maşallah olsun, çox gözəl görsənirmiş. Qızlar, deməli bir neçə gündür ki, avokadom var idi. Qoymuşdum ki, bu yumuşalsın. Nə əcəbsə normal yumuşalıb. İnansınız, həmişə ediyədən şey olurdu, xarab olurdu. Uçdu getdi. Xarab olurdu. Bu dəfə çox yaxşı, yəni olgunlaşmış, türklər demiş. İndi bacılar, bunu belə qabığından çıxardıram. Sonra nə hazırlayacağım bundan hələ ki bilmirəm. Amma niyyətim odur ki, belə qoyum istifadə olunsun, çünki xarab olacaq. Biraz da qalsa heyifdir, çox qəşəng yumuşalıb, yəni. Kendimden bunu beklemiyordum arkadaşlar. İnşallah ki dadı da eyniyle saf olur. Bəli. Mamda baxın videoya istəsəniz. Və o tərtədə bu oğlanı dərs oxutdurmağa çalışıram. Ona görə biraz zülümdəyim. Uzatmam önümdə. Düşüyorum. Biraz zülümdəyim ay bacı. Oxu deməkdən çənim çıxıbdır. Bugün deyirsən ki, Toru bu şeyi səhv eləmişsən, düz elə. Sabah yine eyni şeyi səhv eləyir. Mən də çərləmişəm. Oğul deməkdən.